Bu qaydalardan birisi əl-aslu fil-libas i'timadul urf. Yəni insanların geyim keçimində, libasında əsl olan örfə etimad etməkdir. Əsl olan budur. Fikir verin. Ona görə Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, mən ləbisə thawbə şuhratin fid-dünya əlbəsəhəllah thawbə məzəllətin yevməl qiyamə. Kim bu dünyada şöhrət libası geyinsə, Allah azza və cəllə qiyamət günü ona zəlillik libası geydirəcək. Şöhrət libası nədir? Tərifin kim deyər? Yox. Qardaş nə dedi? Başqalarından xülasə eləsək, şöhrət libası insanın yaşadığı cəmiyyətdə örfə müxalif olan libasdır. Ona görə alimlər qayda olaraq deyirlər ki, əl-aslu fil-libas i'timadul urf. Geyim keçimdə əsl olan budur ki, insan örfə etimad etməlidir. Fikir verin, Peyğəmbər sallallahu aleyhi və səlləm şöhrə libasını geyinməyi qadağan edib. Şöhrət libası nədir? Örfə müxalif hər bir libas. O libas ki, sən onu geyinib küçəyə çıxsan, insanlar səni barmaqla göstərəcək. Bu olmaz. Deməli, sənin yaşadığı cəmiyyətdə örf, adət səndən nəyi tələb edirsə, ona uyğun geyinməlisən. Ərəb libası olmaz da bizim. Bəli. Fikir verin, məsələn, cələbiyyəni götürək. Görün, örflə şəriətin hökmü necə dəyişir. Ərəb cəmiyyətində kimsə cələbiyyə geyinsə, o, Allah azza və cəllənin xuzu zinətəkum ində kulli məscid ayəsini əməl etmiş olur. Ərəb cəmiyyətində kimsə cələbiyyə geyinsə, o gözəl və şəriətə müvafiq geyim geyinmiş sayılır. Amma bizim cəmiyyətdə kimsə cələbiyyə geyinsə, Peyğəmbər sallallahu aleyhi və səlləmin bu nəhyinə daxil olur. Şöhrət libasına. Fikir ver. Eyni libasdır. Biri geyinir, savab qazanır. Biri geyinir, günah qazanır. Bu hökmü dəyişən nə oldu? Örf. Aydındır. Və həmçinin Peyğəmbər sallallahu aleyhi və səlləm başqa hədisində buyurur ki, La'anallahul mar'ətə təlbəsu libsətər rəcul. Allah lənət eləsin kişi paltarı geyinən qadına. Və hədisin davamında və la'anallahu racul yəlbəs libsətəl mara. Və qadın libası geyinən kişiyə də Allahın lənəti olsun. Qadın libası kişi libası. Düzdürmü? Bəs bunu nə təyin edir? Örf. Bugün elə cəmiyyətlər var, səhv etmirəmsə Şotlandlardır deyəsən. Onlarda milli geyimlərdir, kişi yufqa geyinir. Haram da halal, bu hədisə girir, girmir? Girmir. Girmir. Çünki o sənin adətində qadın libasıdır. Onun adətində qadın libası deyil. Bu onlara aiddir, müsəlman ölkələrində də var. Məsələn, bugün Pakistan, Hindistan əhli kişilər izərə oxşar geyim geyinirlər. Yəni qıraqdan, yəni bizim cəmiyyətdə onu geyinib çıxsa, cəmaət deyəcək ki, bu yufqa geyinib. Və həqiqətən də elədir. İndi sual, bu kişi geyimidir, qadın geyimi. Cavab budur ki, onun örfündə kişi geyimidir, sənin örfündə qadın geyimi. Fikir verirsən, deməli, libasda əsl olan nə oldu? Örfə etimad etmək.